Cədvəldə verilənlərə görə B4 xanasının qiymətini müəyyən edin və B4 xanasında olan funksiyanın nəticəsini hesablamalıyıq. Burada A1 S3 diapazonunun cəmi tapılmalıdır və həmin diapazonda bir də count funksiyası, yəni ədədlərin sayı tapılmalıdır və bunları toplamalıyıq. Həmin diapazonu qeyd edirəm A1-dən və S3-dən. Biz bu diapazonun daxilində sum funksiyasını etməliyik. Sum diapazonun içərisində ədədlərin cəmini hesablayır. Yəni 9, 7 və 8-i. Bunların cəmi eləyir 24. Count funksiyası isə qeyd edilmiş diapazonda ədədləri sayır. Yəni 9, 7, 8-i. 3 dənə ədəd var və bunların cəmini tapmaq tələb olunur. Doğru cavab 27.